2026-cı ilin iyunun 24-ü. Salam mənim gözəl, mənə dəstək olan komandam hər vaxtın xeyirli olsun. Gedək sabaha ayın 24-ünə. Görək gün ərzində nə gözləyir. Şəxsi həyatda nədir? Və pul yollarda nə gözləyir? Oy, kim çalışacaq sabah səni aldatsan? Aldatmaq kimsə çalışacaq səni. Özü aldadıb səndən nəysə oğramaq istəyəcək. Bəlkə borc istəyəcək, qaytarmayacaq. Nəysə səndən alıb səni qaytarmamaq istəyir. Özü şəxsi həyatla bağlıdır. Kimin münasibəti var, ehtiyatlı olun münasibətinizdən. Ola bilsin sizin münasibətiniz sizin aldadır. Münasibətinizdə qurduğunuz insan sizi aldadır ya aldadacaq. Fikir verin, ehtiyatlı olun. Belə dedim, açıq gözünüzdən çıxardın, real baxın. Ümumi sabahki gün bunu uzaqlaşdırsaq, ümumi sabahki gün pulla bağlı olacaq. Yəni əlinizə pul gələcək, yəni işləyəcəksiniz, ya nədirsə, ola bilsin bir balaca hədiyyə oldu. Yəni bu var yolunuzda. No, burada vsyo'daki daha çox ehtiyatlı olmaq lazımdır və axşam elə bir sizin kimə siz daha inanırsınız, onun sifəti başqa cür açılacaq. Elə kimə inanırsınız, o düşmən ola bilər, düşmən dost ola bilər. Bax, belə dəyişikliklər siz görəcəksiniz ətrafınızda. Yenə də deyirəm, ola bilsin, çoxluğunuza bu sevgiyə aid də olacaq. Mənim isə şəxsi baxışla bağlı əlaqə saxlamaq istəyən mənim səhifəmdə üstəgəl 79-dan başlayan 46-na bitən WhatsApp və Max nömrəmdir. Yazırsınız, ya səs atırsınız və səbirli növbənizi gözləyirsiniz. Növbə sizə çatan kimi mən sizə cavab verəcəm. Zəng vurmayın, zəng vuranları avtomatik atıram bloka. Görərsiniz, şəxsi həyatı görürsünüz, şəxsi həyatı sizi ya həyinət eləyəcək, ya sizi nədənsə aldadacaq. Ehtiyatlı olmaq lazımdır. Burada rahatçılıqdır. Mənə ki, bu çox narahat edir. Xeyirli olsun mənə dəstək olan komandama.